Herkese salam. 1 iyun 2025 birinci qruplara düşən blok suallarının izahına birlikte baxaq. Riyaziyyat suallarına. Deyir, fx funksiyasının qrafikindən pis x0, yəni 5 olan nöqtədə çəkilmiş toxunanın tənliyi budur. f5 ilə f törəmə 5-nin cəmini hesablayın. İndi bizə deyir ki, x0 5-dir. x0 5-dir. Y bərabərdir 7x çıxılsın 3 və bizə deyir ki, f5 ilə f törəmə 5-in cəmini hesablayın. İndi gəlin hər hansı bir əyri çəkək və bu əyriyə bir dənə toxunan çəkək. Toxunma nöqtəsinə də hər hansı bir A nöqtəsi deyək. Bura y-dir, burada f(x)dir. Və bu toxunanı da çəkək və bu da olsun x bərabərdir A toxunanı və A da toxunma nöqtəsidir. Və bu toxunma nöqtəsi görür ki, həm əyrinin, həm də toxunanın üzərindədir. Yəni ona görə də y A ilə f(a) bir-birinə bərabərdir. Yəni A-nın həm f(x)də, həm də y-də qiymətləri bərabərdir. Yəni y A bərabərdir f(a)ya. Və bilirik ki, biz funksiyanın törəməsi deməli toxunanın, yəni y-in bucaq əmsalına bərabərdir. Yəni f törəmə a da bərabərdir k-ya. Bunu biz bildik. Deməli f5 ilə nə bərabərdir? y5 bir-birinə bərabər olacaq. İndi y-in qiymətini də bizə verib. Gətirib yerinə qoyuruq. 7 vurulsun 5 çıxılsın 3. Bu da bizə 32-ni verir. İndi burada bucaq əmsalı da, yəni törəməyə bərabərdir. Yəni 5-in törəməsinə bərabərdir. F5-in törəməsi də 7-dir. İndi bizdən də bu 32 ilə 7-nin cəmini istəyir və bu da bizə 39-u verir. Yəni birinci sualda doğru cavab Y variantıdır. Keçək ikinciyə. Bizə B-ni 5-dən böyük bərabər verir və ifadəni sadələşdirməliyik. İlk öncə gəlin bu hissəyə baxaq. Kök altda B üstə gələk 5. 20-ni belə yaza bilərik ki, 2 kök altda 5B. Buradan B-ni mən yazıram kök altda B-nin kvadratı şəklində. 5-i isə yazıram kök altda 5-in kvadratı şəklində. Bu da çıxılsın 2 kök altda 5B. Göründüyü kimi müxtəsərdən bu nəyi verir bizə? Kök altda B çıxılsın kök altda 5-in kvadratını verir. Və bizə mütləq bu şərti verib ki, deməli B 5-dən böyük bərabər. Yəni burada modulda çıxır, amma müsbət olduğuna görə elə kök altda B çıxaq, kök altda 5 olaraq çıxacaq. İndi kök altda B çıxılsın, qarşısında mənfi var. Düzüm, deməli işarə dəyişəcək. Çıxaq kökdə B, üzərinə gəlsin kökdə 5. Kökdə B-lər gələcək və doğru cavabımız deməli kökdə 5, yəni C variantı olacaq. Deyir ki, təzə meyvə qurudulduqda öz kütləsinin 80%-ni itirir. Deməli, bu nə deməkdir? 20%-i qalır. 20%-i 5-də 1 deməkdir. Yəni, x-in 5-də 1-i 32-dir. Deməli, x neçədir? 160 kiloqram imiş. Yəni, D variantıdır. Deyir ki, ədəd elə üç natural ədədin cəmindən ibarətdir ki, onlardan birincisi 57-yə, ikincisi 24-ə, üçüncüsü isə 19-a tam bölünür və alınan qismətlər bərabərdir. Verilmiş ədədin axırıncı rəqəmini tapın. Məsələn, x-ə deyək, hər hansı bir A, B, C, yəni 3 dənə ədədin cəmi formasına baxırıq. A deyir ki, 57-yə bölünür. Yəni 57 D deyək, yəni qismətlər bərabərdir. D olsun qismətdə. B 24D olsun və son olaraq C də olsun 119D. X də bunların cəmi olur. Bunların cəmi də 100 edir. Yəni 100-dədir. 100-ü də nəyə vursaq, sonu 0-la bitəcək. Yəni C variantı olacaq. Baxaq 5-ci suala. Tənliyi həll eləməliyik. İndi sinus 100 plus x-i 100 dərəcə sürəcək x. Gəlin bunu belə yazaq. Sinus 90 dərəcə üzərinə gəlsin 10 üzərinə gəlsin 10 dərəcə üzərinə gəlsin x. 10 dərəcə üzərinə gəlsin x-ə bir y kimi yanaşsaq, alarıq ki, son olaraq kosinusa çevriləcək. Kosinus 10 dərəcə üzərinə gəlsin x. İkinci rübdə olduğuna görə müsbət qiymət alır. Gətirib yerinə qoysaq, 2 kosinus x plus 10-dan bunu çıxanda kosinus 10 plus x qalacaq. Və bu da bizə 0 verilib. Kosinus 90 dərəcədə 0 alır. Yəni 10 görə x bərabərdir 90 dərəcə. Bir də dövrü də yazırıq ki, 180 vurulsun hər hansı bir ədəd. Məsələn, n. 180 dərəcə vurulsun n. İndi buradan x-i tapsaq, 90-dan 10 çıxırıq 80.
üzərinə gəlsin 180 dərəcə n. Bu da hansı cavabdadır? B variantındadır. Üzr istəyirəm. 80 tapdıq. C variantındadır. Keçək növbəti sualları keçək. Deyir ki, tənliyi həll edin. Can hər tərəfi 4x-ə bölək. Alınacaq 7 vurulsun. 49 bölünsün 4 üstü x. Üzərinə gələk 5 vurulsun. 14 bölünsün 4 üstü x. Bərabərdir 2-yə. İndi 49 bölək 4'ü bu formada yazaq. 7 bölək 2 üstü 2x formasında yaza bilərəm. Buna yazıram ki, 2'yə ixtisar getsə 7 bölünsün 2 qalacaq. Üstü x bərabərdir 2'yə. İndi burada 2 bölək 7x'i aynen əvəzləyək. Bu da müsbət bir ədəddir. Alınacaq ki, 7a kvadratı üzərinə gəlsin 5a çıxaq 2 0. İndi bu nə deməkdir uşaqlar? Gəlin bunu parçalayaq. 7a kvadratı üzərinə gəlsin 7a çıxılsın 2a çıxaq 2 bərabərdir 0'a. 7a'nı çıxarsaq a plus 1 çıxaq 2'ni çıxarsaq a plus 1 0. İndi a plus 1 mötərizə xaricini çıxarsaq 7a çıxaq 2'nin a plus 1'i hansı 0. Demişdik ki a müsbətdir. Deməli bura 0'dan fərqlidir. Yəni a 2 bölək 7'dir. Yəni bura 0'dır. A 2 bölək 7'dir. Deməli a da nə idi? A nə idi? A burada budur. Hə. A 7 bölək 2 üstü x. 7 bölək 2 üstü x bərabərdir 2 bölək 7. Göründüyü kimi bu bunun tərsidir. Yəni deməli x nədir? Mənfi 1'dir. Yəni D variantıdır. 7'yə baxaq. Deyir ki, y bərabərdir fx xətti funksiyasının. Xətti funksiya deyirsə, ilk öncə bunu yazaq ki, kx plus 5 şəklində olmalıdır. Fx tipli dahi funksiyaların ümumi şəklini göstərin. Bura b'dir, düzdürmü? B'miz 1'dir. Burada x axının kəsdiyi nöqtədir. Yəni y 0'dır. Yerinə qoyaq 0 bərabərdir k vurulsun 1. Yəni k üzərinə gəlsin 1'ə. K'nı buradan mənfi 1 tapırıq. Və ümumi tənlik bu formadadır. Mənfi x plus 1. İndi gəlin bunda belə yazırıq. Fx bərabərdir. İntegralda yazırıq. Mənfi x plus 1 vuraq dx şəklində. Bu da mənfi x dx üzərinə gəlsin. Deməli dx'dir. Mənfi deməli bu da nə deməkdir? Mənfini də qabağa atdıq. Buna belə yazsaq. Mənfi x dx üzərinə gəlsin. Hə, onsuz yazdıq. Aha, indi bunun qiyməti bunun mənfi x kvadratı bölünsün 2 üzərinə gəlsin x plus s'yə bərabərdir. Yəni bu da B variantındadır. 8'ə keçək. Ədədi silsə verilib, silsənin 21 həddini cəmi tapın. İndi burada bir dənə məqam var ki, A12 nəyə bərabərdir? A12 deməyək, A11 ilə A13'ün cəmi nəyə bərabərdir? A12'nin kvadratına bərabərdir. İndi burada ümumiyyətcə nə alınır? 2 A12'yə bərabərdir. Düzür istəyirəm. Deməli burada alınır 3 A12. Bərabərdir A11 vurulsun A12. Düzdürmü? A12'lər getdi. Alındı ki A11 bərabərdir 3'ə. Düzdürmü? İndi S21 lazımdır. S21'də yaza bilərik nə formasında? A1 üzərinə gəlsin. A21'in yarısının 21'ə hasili. Bu hissədə bizə nə verir? A11'i verir, düzdürmü? A11 vurulsun 21. A11 də 3'dür. 3'ü də 21'ə vursaq 63 alarıq. Yəni A variantı. 9'a baxaq. Deyir ki, y bərabər 2x funksiyasının qrafikinin 0,1 parçasındakı hissəsinin absisox ətrafında fırlanmasının alınan fiqur hansıdır? İndi gəlin seçək koordinat sistemini. Buradan 0'dan keçən bir düz xətt çəkdik. Burada hər hansı bir nöqtəsi olsun. Bunları da birləşdirik. Göründüyü kimi burada alınan fiqur nədir? Düzbucaqlı, üçbucaqdır. Təbii ki, düzbucaqlı, üçbucağın fırlanmasının da konusu alınacaq da. 10'cuya baxaq. Deyir ki, katetləri 8 kökdə 2 olan bərabəryanlı düzbucaqlı ABC üçbucağının müstəviz üzərində olmayan S nöqtəsindən üçbucağın təpələrinə qədər məsafə 10'dur. S nöqtəsinin AB hipotenuzuna qədər məsafəni tapın. İndi
bərabər yalnız bucaqlı dəmir katet 8 kökdə 2 idisə, deməli hipotenuzun 8 kökdə 2-nin kökdə 2-yə hasil olub 16 olacaq. Yəni bu AB ümumi 16-dır. Deməli bura 8, bura 8. Aha, CO, bura C-dir. C-dim deyək ki, yəni düşmüşdə yəqin ki oradır. CO baxırıq ki, CO-nun mailinin proyeksiyasıdır. Buradan da onsuz demişdik ki, CA ilə CB bir-birinə bərabərdir. Həmçində AC ilə də CB bir-birinə bərabərdir. Bunu da 2 dənə qoyaq. CO burada həmçinin AB-yə perpendikulyardır. Həmçində CO da AB-yə perpendikulyar olacaq. İndi buradan da CB-ni bizə 10 verib, düzdürmü? İndi buradan baxın, bu üçbucaqda biraz nazik deyil. Bu üçbucaqda Pifaqor teoremi tətbiq eləsək, yəni məşhurdur da 18, deməli CO da 6-dır. Yəni bizdən elə o məsafəni istəyir. Cavab Y variantı edəcək. Keçək növbəti səhifəyə. Deyir perimetrlərin nisbəti 2/1 olan üçbucağın sahələrin nisbətini tapın. Digər xəttdə ölçülərin nisbəti bir-birinə bərabərdir, lakin sahələrin nisbəti oxşarlıq əmsalının kvadratıdır. Həcmlərin nisbəti isə kubudur. Yəni o da 8-in 1-ə nisbətidir. Aha, BA-nın ad çoxluğudur. Gəlin çoxluq çəkək. Deməli bu bir B çoxluğudur, bu da A çoxluğudur. Deyir ki, B 2, 5'dir. A'nın da B'dən fərqi 1, 3, 4'dür. Ümumi ad çoxluğu da 1, 2, 3, 4, 5 hamısı olacaq. Bu sual məşhur və səhv sualdır. Gəlin baxaq. Bunu belə yazırıq. X kvadrat üstə gələk 10x. Hər birini eyni tərəfə yığaq. Tam kvadrata ayırmaq lazımdır. Belə yazaq da. X kvadrat üstə gələk 10x plus 25 çıxılsın. Mötərizədə y kvadrat üstə gələk 4y plus 4 bərabərdir 0-a. İndi bu x plus 5'in kvadratıdır. Çıxılsın y plus 2'nin kvadratı. Kvadratlar fərqi də müxtəsərdir. Bir dəfə fərqi, bir dəfə cəmi. X çıxaq y plus 3 vurulsun. X plus y plus 7 0. İndi birinci hal buranın 0 olmalıdır. Yəni x çıxaq y-in mənfi 3 olmalıdır. İkinci halda x plus 7'nin mənfi 7 olmalıdır. Bu da ki sonsuz sayda həll var. Yəni ona görə bu sual səhv sualdır. Keçək 14-cü suala. Bizə funksiyanın qrafiki verilib, tənliyin neçə müxtəlif həqiqi kök var. Baxın bu funksiyanın nə idi? Sıfırlardır. Yəni bunları yerinə qoysaq 0 almalıyıq. Yəni 4 çıxaq 3x kvadratı bunlardan birinə bərabərdir. Yəni ya 4'dür, yəni 3x kvadratı 0 olub. X'in hər iki kökü bərabər olub 0'dır. Ya da ki 4 çıxaq 3x kvadratı 5'dən 3x kvadratı 9, x kvadratı 3, x mənfi müsbət kök altda 3. Buradan 2 qiymətdir, buradan da 1 qiymətdir. Yəni ümumi 3 kök var. İndi baxın, buradan görünür ki, bu nədir? Düzbucaqlı üçbucaqdır. Belə bir üçbucaqdır, düzbucaqlı. Katetlər 7 və 24'dür, hipotenuz da 25'dir. İndi kiçik hündürlük böyük tərəfə çəkilir. Böyüyə çəkilir. İndi gəlin hündürlük çəkək. Və hipotenuza çəkilən hündürlüyün düsturu budur. AB, yəni katetlər hasilinin hipotenuza olan nisbəti. 7 vuraq 24'ün 25 olan nisbətidir. Mən bunun hesablamağını asanlaşdırmaq üçün hər tərəf 4'ə vururam. Bura yuxarıda eləyir 670, aşağıda da eləyir 100. Məlum məsələ ki 6 tam %72, yəni B variantı. Keçək 16 hanı? 16'ya keçək. Deyir bu funksiyanın limiti, yəni bunun kəsirin limitini tapın. X sonsuzluğa yaxınlaşır. Can hər tərəfi bölək x-ə. Deməli, nə alınacaq? Limit x yaxınlaşır sonsuzluğa bərabər kök altda x-in x-ə nisbəti çıxılsın 4 bölünsün 2 üstə gələk 1 bölək x. İndi bu kök altda x bölək x-də 1 bölək kök altda x-dir. 1 bölək kök altda x-də 0'a yaxınlaşır. Həmçinin 1 bölək x-də 0'a yaxınlaşır. Deməli bizdə son nəticə olaraq mənfi 4 bölünsün 2 qalacaq. Bu da ki mənfi 2'ni verir. Yəni D variantıdır.
Deyir hansı doğrudur? Gəlin buna bir k deyək. Belə ki, k mənfi olacaq. A bərabərdir mənfi k. Bunların amma hər biri müsbətdir. Çünki A, B, C müsbətdir. Aha. B mənfi 3k. Bu da müsbətdir. Deməli, C mənfi 2k. Bu da müsbətdir. Göründüyü kimi ən böyük B'dir. Sonra C'dir. Sonra A'dır. Bu da B variantı. Natural qiymətlərin deyir cəmini tapın. Əgər y bərabərdir A sinus x üzərinə gəlsin B kosinus x formasındadırsa, ala biləcək, yəni qiymətlər oblasti bu aralıqdadır. Mənfi kök altda A kvadrat üzərinə gəlsin B kvadratından, kök altda A kvadrat üzərinə gəlsin B kvadratı aralığında olmalıdır. İndi buradan A 3'dür. B mənfi 2'dir. Yerinə qoysaq aralığımız mənfi kök altda 13 ilə kök altda 13 aralığında olacaq. Kök altda 13 isə təqribən 3 tam neçəsədir. Natural qiymətlərin cəmini istəyirdi. 1, 2, 3 cəm eləyəcək 6. Yəni Y variantı. Baxaq bu sala. İndi bunları kökə salaq. 2 tam onda 3 təxmin, yəni təxmin edəndə kök altda 5 tam %29'dur. 2 tam onda 2-də 4 tam %84'dür. Yəni bura mənfi, bura müsbətdir. Mənfi olanda yer dəyişir, çıxır moduldan. 2 tam onda 3 çıxaq, kök altda 5. Üzərinə gəlsin, digəri olduğu kimi çıxır, çünki müsbətdir. İndi burada kök altda 5'lər gedəcək, qalacaq 0 tam onda 1, yəni D variantı. 20-ci sual biraz maraqlıdır. Gəlin seçək, amma sinus teoremi ilə rahat həll olan bir sualdır. Deməli, bura A, bura B, bura C. Bucaqda deyir ki A x'dir, B 2x'dir. Və deyir ki BC-nin AC nisbəti 5'in 6'yadır. İndi bura 5k deyək, bura 6k deyək. Sinuslar teoremi qısa xatırlatma. Teoremi. A'nın sinus alfaya nisbəti B'nin sinus beta'ya nisbətinə bərabərdir. Bu da 2 yerə bərabərdir, o yüzden neysə. Yəni nə deməkdir? 6k'nın sinus 2x'ə nisbəti bərabərdir 5k'nın sinus x olan nisbətinə. Yəni sinus 2x'i də yəni məlumat 2 sinus x kosinus x yaza bilərik. Sinus x'lər gedəcək. Alınacaq ki, nə alınacaq? 5'i 2'ye vuracaq 10. 10 yanında da kosinus x bərabərdir 6'ya. Kosinus x 6'nın ona nisbəti. Bu da bərabərdir 0 tam onda 6'ya. Yəni C variantı. Keçək 21'ə. Cədvəldə deyir fənlər üzrə kitabların sayı verilib. Hər fən üzrə kitabların müxtəlif olduğunu bilərək eyni fənə aid kitabları yan-yana olmaq şərti ilə bütün kitabların neçəsi olar, rəfə düzümü olar. Yəni bunlardan hərəsindən bir dənə götürürəm və bunlar yan-yana olsun. Bu da 4 faktorial üsulundan dəyişə bilər. İndi hər fəndə öz aralarında yəni kitablar dəyişə bilər. Yəni 2 faktorial, 3 faktorial, 2 faktorial. Coğrafya 1 faktorialda nəzərə alınmır. 24 vuraq, 2 vuraq, 6 vuraq, 2. Burada 24 edir. Yəni 24'ün kvadratı 576. Çevrələrin mərkəzləri arasındakı məsafəni tapın. Buradan görürük ki, mərkəzin koordinatları 3, 1'dir. Buradan da görürük ki, mənfi 3 ilə 1'dir. Məsafə düsturuna ehtiyac yoxdur. Çünki birlər, yəni bunlar ordinatları bərabərdir. Deməli 3'dən mənfi 3'ü çıxırıq. Yəni modulda 3 çıxılsın, mənfi 3'ü hesablayırıq. Bu da bizə verir 6'nı, yəni A variantını. Baxaq buna, loqaritma sualıdır. Asan sualdır. İndi baxaq loqaritma 4'dən 28'ə. Yəni x'dir bu. Bu hansı aralıqlarda yerləşir? Loqaritma 4'dən 16 ilə yerləşir. Loqaritma 4'dən 64 aralığında. İndi bu bizə 3'ü verəcək. Bu da bizə 2'ni verəcək. Yəni x'in aralığı 2-3 aralığıdır. Keçək y-in aralığına. Yəni loqaritma 3'dən 38. Bu da y-dir. Bu da yerləşəcək loqaritma 3'dən 27 ilə loqaritma 3'dən 64 aralığında. Yəni bura 4'dür, burada 3'dür. Yəni y-də 3-dən 4 aralığında yerləşir. İndi baxırıq ki, burada mənfidir, burada mənfidir, bura müsbətdir. İndi mənfi onda yer dəyişib çıxır, y çıxaq x çıxılsın
3 çıxaq x olduğu kimi çıxacaq. 5 çıxaq y. Hesablamanı eləyirəm. Alınır y çıxaq x çıxaq 3 üzərinə gələk x. Üstə gələk 5 çıxaq y. Göründüyü kimi nə olur? X-lər gedəcək, y-lər gedəcək. 5 çıxaq 3. Cavabımız 2 olaraq qalacaq. Keçək 24-ə. Deyir, tam həllər çoxundan təsadüfi seçilmiş bir ədədin mənfi ədəd olmaması ehtimalını tapın. Bura böyükdür 0. Niyə? Çünki 0 ola bilməz. Çünki məxrəc modul olduğuna görə də müsbət olmalıdır. İndi deməli, bura müsbətdirsə, yuxarı isə mənfi olmalıdır. Yəni, x kvadrat üstə gələk 2x çıxaq 15. Kiçik bərabər 0-dan. Vuruqları ayırsaq x plus 5, x çıxaq 3, kiçik olmalıdır, kiçik bərabər olmalıdır 0-dan. İndi intervalları ayırsaq, mənfi 5 daxil deyil, amma 3 nədir? Daxildir, düzdürmü? İndi 3-dən sağda bir ədəd qoysaq müsbət, bu aralıqda mənfi, burada müsbət alacaq. Deməli, intervalımız mənfi 5 daxil deyil, amma 3 daxildir intervaldır. Yəni, ədədləri yazaq, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3. 8 ədəd var. Bunlardan 4'ü mənfi deyil. Yəni 0 və müsbət nəzərdə tutulur. Mənfi deyil desə. Aha. 8-də 4'dür. Bu da 2-də 1'dir. Və yaxud da ki 0,5'dir. Cavab budur. Keçək 25'ə. Deyir, B parametrin hansı qiymətində tənliyinin köşəyinin kvadratları cəmi ən kiçik olar. Köşəyinin kvadratları cəmi x1 kvadratından x2'nin kvadratı. Bunu da yazırıq ki, x1 üstə gələk x2'nin kvadratı çıxılsın 2x1 x2. Bu da alınır V7-də 2b çıxaq 3'ün kvadratı. Mənfisə müsbət, onsuz da elədi. Çıxaq 2 vurulsun mənfi 2b. Açaq 4b kvadratı çıxaq 12b plus 9. Üstə gələk 4b. 4b kvadratı çıxaq 8b üstə gələk 9. Vuruqları ayırsaq 2b-nin kvadratı çıxaq 2 vuraq 2b vurulsun 2. Üzərinə gələk 4 yazırıq. Bu bir vuruqları ayırırıq. Üstə gələk 5 qalır. Alınacaq ki 2b çıxaq 2'nin kvadratı plus 5. Məlum məsələdir ki, bura 0-dan böyük bərabərdir. Minimum qiymət deyirsə 0 götürürük. Yəni 2b çıxaq 2'nin 0. Minimum qiymət 5'dir, amma bizdən b-nin hansı qiyməti deyir? B-nin 1 qiymətində. Bu da belə. Keçək son səhifəmizə. Xarici bucağı deyir ki 36 dərəcə olan düzgün çox bucaqlının neçə diaqonal var. Xarici bucağı veribsə tərəf tapa bilərik. N bərabərdir 360 bölək 36-ya. Yəni 10-a. Diaqonal sayda n vuraq n çıxaq 3 bölək 2 ilə hesablanır. 10 vuraq 7'nin yarısından 35 çıxacaq. Aha. Burada şəkildə yaxşı görünmür, amma mən özüm araşdırdım. Deməli, bura alfadır. Bettanı verir. Baxın, bura qarşılıqlıdır. Betta 30 dərəcədir. Yəni, bura 80-dirsə, 80 ilə 30'un fərqi buranı verir, 50. Bu da alfadır. Buna qonşu deyil, 130 dərəcədir. Deməli, alfa 130'dur. Həm də alfa ilə bettanın da cəmi 160'dır. 1'ə B ilə C. Sonra buna baxırıq. Gəlin, buradan bir dənə xətt çəkək. Alfa məlum məsələ 120 dərəcədir. Beta da buna 50'ye qonşu olduğuna görə 130 dərəcədir. Alfa 120 dərəcə Y variantındadır. B, C, Y getdi. Keçək bu suala. Yəni anormal çəkilib şəkili. Haradasa belə bir şey verilib. Aha. Deməli, bura 40 dərəcə verilib. Buranı alfa verib. Buranı da beta verib. Deməli, bunu uzadıram. Alfa buradırsa deməli burada alfadır. Deməli bura 40'a 60'dırsa alfa da bunların cəmindən 100'dür. Beta da 60'a qonşudur. Yəni 120 dərəcədir. Alfa ilə beta'nın cəmi 220. Yəni buna da D variantı. D variantda heç birinə aid olmadı. Keçək ətraflı tələb edən suallara. 28'ə baxaq. Deyir ki, Emir və Cünların olduğu düşərgədə 51 oğlanların sayının qızların sayının nisbətini hesablandı. Özünə və Cünları saymağı unudur və
5-də 3 kəsirini tapır. Cümlər isə olanların sayının qızların sayının nisbətini hesablayanda özünü saymağı yaddan çıxarır. Elmir isə 2 dəfə sayır və nəticədə 3-dəkini alır. Düşərgədə neçə uşaq var? İndi bura qız deyək, oğlan deyək. İndi 5K, 3K olsun. Qız 5K'dır, oğlan 3K'dır. Həm cümləri saymır, həm özünü. Deməli, qızların saydı 5K plus 1-də, oğlanların 2-də. İndi deməli, o birisi isə cümlər isə sayanda deməli 5K sayır, yəni özünü saymır. Qızlar məxrəcdədir. Oğlanlardan da 2 dəfə sayır. Yəni Elmir 2 dəfə sayır deyə 3K plus 2. Yəni öz sayların üzərində 1 gəlirik. Bu da bizə verir 3-də 2. İndi vursaq 9K plus 6 10K'dır. Buradan da K'nı 6 tapırıq, düzdürmü? K 6'dır. İndi o ümumi sinifdəki uşaqların sayı nədir? 8K plus 2'dir. 8 vuraq 6, 48, üzərində də 2, 50. Deyək ki, düzbucaqlı paralelipiped, piramida və kubun oturacaqları kongruent kvadratlardır. Düzbucaqlı paralelipedin həcmi piramida və kubun həcminin cəminə bərabərdir. Hündürlükləri həm paralelipedin, həm piramidanın 6'dır. Oturacağının tərəfini tapın. İndi V kub, A kubu, yəni kubun həcmi, paralelipedin həcmi pay yazıram. Qısaca A kvadratı H paraleliped, piramidanın həcmi isə 3/1 A kvadratı H piramidadır. Deyir ki, nə deyirdi? Deyir ki, paralelipedin həcmi, yəni A kvadratı H paraleliped bərabərdir piramida ilə kubun həcmləri cəmi. A kubu üzərinə gəlsin 3/1 A kvadratı H piramida. Buna bərabər. İndi H'lar da hər ikisində 6'dır. 6A kvadratı bərabərdir 2A kvadratı. 6'nı da 3/1'ə vuranda eləyəcək. Hə, elə bu 2A kvadrat edir. Üzərinə gəlsin A kubu. Alınır ki, A kubu bərabər 4A kvadratı. Hər tərəfi A kvadratına bölsək, A da 4. Elə onu istəyirdi. İndi isbat sualımıza baxaq. Geçək sualdır. Oxşarlıqla rahat həll olunan bir sualdır. Mərkəzi nöqtəsində olan çevrədə ABCD-yə paraleldir. BOC-yə perpendikulyardır. Yəni bu bucaq 90'dır. CD vətəninin mərkəzinə olan məsafəsinin AB vətəninin yarısına bərabər olduğunu deyir, isbat edin. Gəlin buradan bir dənə perpendikulyar çəkək. Çəkdim. Buranı da birləşdirək. Okay. Bura bir M, bura bir N nöqtəsi olsun. Dedik ki, vətənə çəkilən perpendikulyar onu 2 hissəyə bölür. Bura Y, Y-dir. Eynən bunda X, X bölür. Aha, bunlar da radius, radiusdur. Bura hər hansı bir alfa, bura beta desək, nə görünür? Alfa ilə betanın cəmi 90'dır. İndi bura 90 alfa, bura betadır. Bura 90 da eynən, burada alfadır. Baxın, burada nə görünür? 2 dənə oxşar 3 bucaq var. Gəlin onların tərəflərini adlandıraq. Burada bir A, burada bir B deyək. İndi burada BOM 3 bucağı dedik oxşardır. OC eynə. Yəni OC-nin 3 bucağına. Uyğun olaraq tərəflərin nisbətləri bərabər olmalıdır. BO-nun OC-nin nisbəti, OM-in C-nə nisbəti bərabərdir BM-in ON-ə olan nisbətinə. İndi bunların nisbəti K-dır. K bərabərdir. BO nədir? Baxın, budur, radiusdur. OC nədir? Görürsünüz ki, radiusdur. OM nədir? OM adı. SN nədir? SN Y-dir. BM nədir? X-dir. ON nədir? B-dir. Yəni bunların nisbəti 1 olmalıdır. İndi buradan çıxır ki, A Y-ə bərabərdir, B də X-ə bərabərdir. İndi AB məsafəsi AB bərabər idi 2X-ə. 2X də bərabərdir. Baxın buradan eynən 2B-yə bərabərdir. İndi nə deyirdi bizə? AB vətəninin yarısına bərabər olsun. CD vətənin mərkəzinin olan məsafəsi. CD vətəninin mərkəzi olan məsafəsi nədir? B-dir. B də nədir? 2B-nin yarısıdır. Yəni buradan da isbat bitmiş olur.
Bu birinci qrup 2025 1 iyun düşən sualların izahı idi. Yəni bu birinci şansa düşəndi. Növbəti sualların da izahını verəcəm. Hələlik bu qədər. Sağ olun.